Salam əziz dostlar, necəsiniz? Bugün sizə çox maraqlı və yada qalan günümüzdən danışmaq istəyirəm. Videonun əvvəlinə atam biraz nostalji ab-havada hazırlayıb. Orada gördüyünüz qız isə mənim çox yaxın dostum Elmilidir. Çoxdandır görüşmürdük və nəhayət bugün yenidən bir yerdə olmaq qismət oldu. Ailə dostumuz estrada müğənnisi və aktrisa Leyla Musayevanın dəvəti ilə bizi Heydər Əliyev Sarayında Şekspirin məşhur Hamlet əsərinə tamaşa etdik. İlk dəfə idi ki, belə böyük səhnədə bu qədər möhtəşəm bir tamaşa izləyirdim. Həqiqətən çox təsirli və unudulmaz idi. Tamaşadan sonra biz Leyla xanıma gül buketi təqdim etdik və o çox sevindi. Mənim üçün isə ən gözəl anlardan biri Emilini yenidən görmək oldu. Bu görüş məni çox xoşbəxt etdi. Çox maraqlı və yada qalan bir gün keçirdi. Ümid edirəm ki, siz də bu videonu izləyərkən mənim kimi gözəl hisslər yaşayacaqsınız. Birinizə təşəkkür edirik. Bu möhtəşəm premyera üçün Heydər Əliyev Sarayının rəhbərliyinə minnətdarıq ki, bizə bu səhnə. Bu həqiqətən bizim üçün biz 9 il əvvəl heç bir dəstək olmadan, tam 9 ildir, heç bir dəstək olmadan Qafqazda yaranan ilk inklüziv teatr olaraq bugün bu səhnəyə çıxmaq, bu qədər tamaşası sevgisi qazanır. Dostlar, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Öz fikirlərinizi isə mütləq yazın.